Salat, salam, təhiyyatül kiram, hər çeşid izzət və ehtiram, Peyğəmbərlər Sultanı, Övliyalar Sərdarı Həzrət Muhammedin pak və mübarək ruh şəriflərinə olsun. Allah Teala'nın rəhməti, bərəkəti, məğfirəti və gözəl neymətləri cümlə müsəlman qardaşlarımızın üzərinə olsun. İnşallah Uca Rəbbimiz bugün burada yığışmağı nəsib elədiyi kimi, cənnət bağçalarında da bir araya gəlməyi hər birimizə nəsib eləsin. Əziz qardaşlar, günlərin birində bir müəllim tələbələrinə belə bir sual verir ki, deyir, əgər sizlər dünyada bir şeyi dəyişdirmək gücünə sahib olsaydınız, hansı əməli dəyişdirərdiniz, hansı hadisəni yerinə başqa bir şeyə gətirərdiniz deyə soruşur. O zaman tələbələr də hərəsi öz dünya görüşünə uyğun olaraq cavablar verməyə başlayırlar. Biri deyir ki, mən dünyadakı bütün pisliklərin hamısını aradan qaldıraram. Bir digəri cavab verir, deyir ki, mən dünyada əgər bir şey dəyişdirmək gücüm olsaydı, o zaman yoxsulların hamısını zəngin etmək gücündən istifadə edərdim. Hamının varlı olmasını təmin edərdim. Bir başqası söz haqqı gələndə deyir ki, əgər mənim dünyada bir şeyləri dəyişdirmək deyə belə bir şansım olsaydı, mən də deyir, bir iş görərdim ki, cənnətdə olan neymətlərin yarısını gətirərdim dünyaya ki, insanlar qoy dünyada daha yaxşı yaşasınlar, cənnət neymətlərindən burada da faydalana bilsinlər. Nəsə, hər tələbə bu şəkildə cavabları verərkən, müəllim baxır ki, bir nəfər tələbə qıraqda qalıbdır, o cavab verməyə can atmır. Nəsə, onu qaldırır ayağa, ondan soruşur ki, bax, görürsən, yoldaşların hərəsi bir fikir səsləndirir, hərəsi bir şeyi dəyişdirmək üçün öz görüşlərini ortaya qoyur. Bəs yaxşı, sən dünyada əgər şansın olsaydı, nəyi əməli dəyişdirmək istəyərdin deyə soruşduqda, o tələbə qayıdır cavab verir ki, deyir, mən dünyada heç nəyi dəyişdirməzdim, deyir. Soruşur, bəs nəyə görə sən dəyişdirməzsən? Qayıdır, deyir ki, tələbə, çünki deyir, nə mənim elmim Allahdan deyil, haşa, nə mənim hikmətim Allahdan çox deyil, nə də mənim qüdrətim Allahdan artıq deyil. Allah Teala sonsuz elm sahibi olaraq deyir, bu dünyada hər şeyi ən gözəl biçimdə yaradıbdır. Hər şeyi ən gözəl bir nizamın tərkib hissəsi olaraq burada qoyubdur, deyir Allah Teala. Ona görə deyir, mənim əgər belə bir şansım olsaydı, deyir, mən o şansımdan deyir, istifadə eləməzdim. Hər şeyi Allah Teala'nın hikməti çərçivəsində olduğu kimi deyir, buraxardım bu şəkildə. Yəni, əslində, buradan biz onu görmüş oluruq ki, Uca Rəbbimiz bu dünyada nə yaradıbsa, hamısını gözəl bir tərzdə yaradıbdır. Nə yaradıbsa da, hamısını da bir ölçü ilə, bir nizamla yaradıbdır. Hər şeyin dünyada bir rolu vardır, bir qayəsi vardır. Dolayısıyla bu kimi işlər nədir? Bunlar hamısı Allah Teala'nın hikməti çərçivəsində, elmi və qüdrət çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir. Sonradan həmin tələbə müəlliminə gözəl bir cavab verir. Deyir ki, mən bu dünyanı dəyişdirməzdim, deyir, mən özümü dəyişdirməyə çalışardım. Çünki bizim bu dünyada olan borcumuz nədir? Hər zaman özümüzü dəyişdirərək kamil bir mömin səviyyəsinə gəlib çatmaqdır, deyir. Ona görə də, yəni Allah Teala dünyada nə yaradıbsa, heç birini əbəs yerə yaratmırdı. Məsələn, əgər pisliklərin hamısı ortadan qalsaydı, yaxşılığın dəyərini biz bilə bilməzdik. Daha sonra yoxsulluq aradan qalxsaydı, hamı zəngin olardı, deyir. Heç kim işləməzdi, nəticədə dünyadakı nizam pozulardı. Və yaxud da cənnət neymətləri deyir, yarısı dünyaya gəlsəydi, biz bu cürə gözəl neymətlərin yarısını müvəqqəti deyir bir həyatda yeyib bitirərdik. Nəticədə cənnətdə mükafatımız da azalmış olardı, deyir. Yəni, dolayısıyla, əziz qardaşlar, bu dünyaya baxdığımız zaman dünyada bir qayələr silsiləsi vardır. Və bu qayələr silsiləsi də dünyanın fəaliyyətini gözəl bir şəkildə davam etdirməsinə də köməklik göstərir. Bir digər rəvayət vardır. Deyir, bir dəfəsində yenə bir müəllim tələbələrindən soruşur ki, bu dünyada ən gözəl yazıcı, ən gözəl senarist kimdir deyə soruşanda, yenə tələbələr başlayır cavab verməyə. Biri deyir ki, dünyadakı ən gözəl yazıcı filan əsərin müəllifidir. Bir digəri qayıdır ki, dünyaca məşhur olan filan yazıcı vardır ki, mən onu ən gözəl senarist olaraq görürəm. Axırda bir tələbə qayıdıb cavab verir ki, deyir, bu dünyada ən gözəl yazıcı Allah Teala'dır, deyir. Çünki Allah Teala elə bir qədərlə, elə bir hadisələr yaradır ki, deyir, heç bir senarist, heç bir yazıcı, hamısı deyir, toplanıb bir araya gəlsə, Allah Teala'nın yaratdığı, yazdığı bu senarini heç kim deyir, burada yaza bilməz. Yəni, məsələn, baxdığımız zaman insan həyatından nümunə verək ki, bəzən baxırsan, bütün ümidlərin tükəndiyi vaxtda
Allah Teala elə bir yerdən qapı açır ki, adam özü çox təəccüblənir. Və yaxud da baxdığımız zaman burada insanın başına elə hadisələr gəlir ki, biz düşünürük ki, o bizim zərərimizədir, amma bir müddət sonra anlayırıq ki, bu hadisələr bizim xeyrimizə imişsən demə. Yəni, dolayısıyla bu kimi hadisələr hamısı bizə nəyə göstərir? Allah Taala'nın ən gözəl bir senarist olduğunu, ən gözəl bir yazıcı olduğunu da bizlərə göstərmiş olur. Məsələn, baxdığımız zaman bir teatrda bir senari yazıldığı zaman orada tamaşaçılar o senarini gözəl bir şəkildə səhnəcikdə izləyirlər, ona tamaşa edirlər. Amma bir də təsəvvür edin ki, bir teatrda bir neçə senari eyni anda oynanarsa, o zaman həmin səhnəcik əsnasında aktyorlar bir-birinə qarışardı. O senarist bu cür, başqa cür aktyor hazırlayardı, bu birisi başqa cür və nəticədə nə olardı? Qarmaqarışıq bir şey ortaya çıxmış olardı. Baxdığımız zaman əslində dünyada da bir senari vardır. Məsələn, heyvanların, insanların, bitkilərin, cansız məxluqatın hamısının nəyi vardır? Bir əvvəlcədən yazılan bir qədəri vardır və onlar da bu qədər üzərində bir həyat yaşayırlar, bir fəaliyyət göstərirlər. Amma baxdığımız zaman əslində dünya da bir səhnəciyə bənzəyir eyni zamanda. Amma burada bir fərqlilik var ki, bu səhnəciyin teatrdan fərqi odur ki, burada bütün fərqli senarilər hamısı bir arada nə edirlər? Harmoniya içərisində öz fəaliyyətlərini davam etdirirlər. Bunun özü də həqiqətən bir möcüzə anlamında işlədə biləcəyimiz bir ifadə olaraq qarşımıza çıxır. Məsələn, baxdığımız zaman götürək burada yerlə günəş arasında olan məsafəni. Məsələn, günəş yerdən biraz uzaqlaşsa, o zaman hər şey soyuqdan donaraq dünyada fəaliyyətsizlik yaranar. Günəş yer kürəsinə yaxınlaşarsa, bu zaman hər şey yanar, kül olar və dünyada yenə də yaşayış qalmaz. Daha sonra biz bura baxırıq yağışın yağmasına. Əgər yağış biraz həddindən artıq çox yağsa, o zaman dünyanı sel götürər, dünyada yenə yaşayış qalmaz. Və yaxud da yağış biraz az yağarsa, o zaman bitkilər, canlılar susuzluqdan quruyaraq bu dəfə yenə də tələf olarlar. Daha sonra biz havadakı oksigen miqdarından misal verə bilərik. Məsələn, havadakı oksigenə baxdığımız zaman, əgər biraz çoxalsa, oksigen yanıcı maddədir deyənə, hər şey yanıb kül olar. Biraz azalsa, insanlar nə edə bilməz? İnsanlar nəfəs ala bilməzlər. Yəni, bu da həqiqətən mükəmməl bir qədər ilə tənzimlənmiş bir proses olduğunu görürük. Daha sonra insan bədənindəki qandan misal vermək olar ki, əgər bizim bədənimizdəki qan çox qatı olsa, bu zaman damarlarda axa bilməz, nəticədə qan dövranı dayanar, insan dünyasını dəyişər. Yox, əgər qan həddindən artıq duru olarsa, o zaman bədənimizin bir yeri qanadığı vaxtı biz o qanı durdura bilmərik, qan axmasında yenə də dünyamızı dəyişərik. Nədir? Burada hətta qanda belə çox mükəmməl bir nizamın olduğunu görürük. Və yaxud da biz bir arıdan misal verə bilərik ki, əgər arılar bu dünyada olmasaydı, o zaman çiçəklərdə tozlanma getməzdi. O zaman nə olardı? Bir çox bitki məhv olub gedərdi. Yəni, insanların yaşaması üçün də şərait qalmazdı. Daha sonra arılara baxdığımız kimi biz torpaqdan da misal verə bilərik. Məsələn, əgər torpaq yağış yağdığı zaman suyu udmasa, sel yenə də təbiət fəlakət yaradaraq nə edir? Çoxalar və insanlığı yenə də məhvinə yönələr. Yox, əgər torpaq suyu biraz tez utsa, o zaman yenə də bir quraqlıq yaranar, yenə də həyat fəaliyyəti sona çatar. Torpaqdan misal verdiyimiz kimi, biz yenə bir qandan misal verə bilərik ki, insan bədənində olan qan, deyir, tərkibində əgər duzluluq miqdarı biraz artsa, xırda miqdar artdığı vaxt böyrəkləri deyir, sıradan çıxardardı. Yox, əgər deyir, qanda olan şəkər miqdarı artsa, bu insanın şəkər xəstəliyinə tutulmasına gətirib çıxardılar. Yəni, dolayısıyla nədir? Burada biz hər şeydə xırda nüanslarla çox incəliyin qorunduğunu görürük. Məsələn, yer kürəsinin hərəkətinə baxaq. Əgər yer kürəsi bugünkündən daha çox sürətlə hərəkət eləsə, burada tufanlar qopar, küləklər əsər, yenə də fəaliyyət sona çatar. Yəni, dolayısıyla mükəmməl bir nizam bizə Allah Taala'nın nə qədər çox bir qüdrət sahibi olduğunu da burada göstərməkdədir. Ona görə Allah Taala Ali İmran surəsi 190-191-ci ayələrində bir müraciəti vardır ki, bizlərə. Deyir, göylərdə və yerlərdə, gecə və gündüzün bir-birini əvəz eləməsində inananlar üçün deyir, neçə-neçə dəlillər vardır, deyir.
O inananlar ki, onlar yatanda da, duranda da, oturanda da davamlı Allahın əzəmətini xatırlayarlar və ya Rəbbi, həqiqətən də sən mükəmməl bir nizam yaratmısan deyərlər. Bizi cəhənnəm ateşindən qoru deyə onlar dua edərlər şəklində. Bu ayət-i kərimə bizə əslində Allah Taala'nın nə qədər qüdrət sahibi olduğunu bir baxmada göstərməkdədir. Daha sonra əziz qardaşlar deyir, bir dəfəsində bir müsəlman alimi ilə ateist bir alimin debatı olur. Ateist alim deyir ki, mən görmədiyim şeyə inanmaram, dolayısıyla Allahın varlığını da ona görə qəbul etmirəm. Bu vaxtda deyir, müsəlman alim ona bir rəsm əsərləri yazılan bir kitab göstərir. Deyir ki, bu kitaba bax, mən iddia edirəm ki, deyir, bu kitabın yazıcısını görməmişəm deyə onu inkar edirəm mən, onun varlığına inanmıram, sən bunu qəbul edə bilərsən deyir. Bu zaman həmin ateist alim deyir ki, yox, burada axı çox mükəmməl əsərlər vardır. Bu əsərlərin öz başına yaranması mümkün deyildir. Mütləqdir ki, bu cür mükəmməl əsərlər vardırsa, demək onun yaradanı da vardır deyə cavab verir. O zaman müsəlman alim qayıdıb deyir ki, sən bəsit bir olan əsərlərin olduğu, şəkillərin olduğu bir kitabın sənətkarsız olmayacağını qəbul edirsənsə, bir öz simana bax, bir insanların simasına bax ki, bu rəsm əsərləridir, amma onlar nədir? Onlar birbaşa olaraq orijinal olaraq yaradılmış varlıqlardır ki, sən rəsm əsərlərinin müəllifsiz olmayacağını deyirsən, amma insanların simalarının bir yaradıcısız öz başına yaradıldığını iddia edirsən deyir. Təbii ki, məntiqi baxımdan deyir, burada çox böyük bir ziddiyyət vardır, əziz qardaşlar. Məsələn, biz burada bir bal arısı ilə həqiqətən də Allahın varlığını isbat edə bilərik. Məsələn, baxdığımız zaman bal arılarının altıbucaqlı şəkildə pətək düzəltdiyini görürük. Yəni, onlar istəsəydilər dairəvi şəkildə də düzəldə bilərdilər, dördbucaqlı şəkildə də pətəklər düzəldərək orada öz ballarını yerləşdirə bilərdilər. Amma altıbucaqlı düzəltmələrində bir qayə vardır, bir məqsəd vardır. Bunu bugün alimlər sübut ediblər ki, balın saxlanması üçün ən münasib olan yer, istiliyin qorunması üçün ən münasib olan quruluş nədir? Altıbucaqlı quruluşudur deyirlər. Yəni, baxdığımız zaman biz burada arıların nə bir təhsil almadığını görürük, arıların müəllim yanına gelib orada nəsə bir kitab oxumadığını görürük. Yəni, bu birbaşa olaraq onların zehninə kodlaşdırılmış bir şey olduğunu görürük. Məsələn, bugün biz insanlar da öz ərzaqlarımızı saxlamaq üçün bir xaladenik düzəldirik. Amma bugün insan gedib nəsə bir şey oxumasa, bir peşə sahibi olmasa, o xaladeniki öz başına gelib düzəldə bilməyəcəkdir. Amma arılar nə edirlər? Arılar heç bir təhsil almadan, heç bir müəllim yanına getmədən onlar öz yeməklərini qorumaq üçün o altıbucaqlı şəkildə o pətəklərini mükəmməl şəkildə qururlar. Bu da əslində Allah Taala'nın bizi nə qədər böyük qüdrət sahibi olduğunu göstərir. Bu əsnada Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədis şərifi adamın yadına gəlir ki, o buyurur ki, deyir, möminlər bal arıları kimidirlər, deyir. Onlar niyə bal arıları kimidirlər? Çünki, deyir, onlar həmişə təmiz yerlərə qonarlar, deyir. Çünki bal arıları çirkli yerə qonmazlar. Yəni, təmiz yerlərə qonarlar deyəndə, həmişə əməli salih insanlarla bərabər olurlar. Yəni, günahkar insanların yanında çox dayanmazlar anlamında işlədilir. Onlar, deyir, qonduqları yerə heç bir zərər vurmazlar. Həqiqətən arılar çiçəyin üzərinə qonur, ora bir zərər vurmadan başqa bir çiçəyə gedirlər. Əslində, möminlər də belə olmalıdırlar. Yəni, qonduqları yerə, hara gedirlərsə, orada bir zərər vermədən başqa bir yerə tərəf yönəlmələri lazımdır. Və daha sonra deyir, bal arıları ən gözəl, ən təmiz yeməklərdən yeyirlər və ən təmiz sayılan balı da ortaya çıxarırlar. Ona görə möminlər də halallardan, ən təmizlərindən, ən gözəllərindən yeməsi lazımdır və ən gözəl olan salih əməlləri də orada onların ortaya qoyması bu mənada önəmlidir. İmam Qəzalinin gözəl bir bənzətməsi vardır. Deyir, elə adamlar vardır ki, onlar hər hansı bir saraya gedəndə, hər hansı bir zəngin bir kimsənin evinə gedəndə, o evin əşyalarını, evin quruluşunu, strukturunu gördükləri vaxt deyir, evdən ayrılandan sonra başlayırlar qıraqda bucaqda o evin gözəlliyindən danışmağa. Deyirlər ki, evin çox gözəl lüstrü var idi. Nə bilim, o evdə elə stollar var idi ki, mən onları başqa heç harda görməmişəm. Evin, nə bilim, qapıları çox bahalı idi. Nə bilim, aboyları bu şəkildə idi deyərək evdən danışırlar, evin gözəlliyini qıraqda bucaqda deyirlər. Amma deyir, həmin insanlar unutmamalıdırlar ki, bir də burada Allah Taala'nın evi vardır. O ev hansıdır? Yer kürəsidir. Yer kürəsi əslində Allah Taala'nın evidir.
bu gün biz bir zəngin kimsənin evinin gözəlliyindən danışdığımız kimi, Allah Taala'nın da o evinin gözəlliyindən danışmağımız lazımdır. Bu gün biz dağlara baxaraq, ağaclara baxaraq, kainata baxaraq, yağışa, günəşin çıxmasına, bunların mükəmməlliyinə baxaraq Allah Taala'nın biz qüdrətini biz burada qeyd etməyimiz lazımdır. Necə ki o zənginin evindən danışırıqsa, Allah Taala'nın evindən daha çox danışmağımız, burada qeyd etməyimiz də lazımdır. Və əziz qardaşlar, burada baxdığımız zaman su dövranını qeyd edə bilərik. Məsələn, deyir, bu günlərim su yerə düşərsə, buxarlanmazsa, neyniyərdə? Həyat dayanardı yenə də. Çünki su olmazsa insanların yaşamını sürdürə bilməzdilər. Məsələn, biz bugün baxırıq ki, Allah Taala suya bir dad qoymayıbdır, suyu dadsız olaraq yaradıbdır. Əslində, bunun özündə də bir hikmət vardır. Məsələn, içdiyimiz su biraz duzlu olsaydı, biz onu içə bilməzdik. Biraz şirin olsaydı, o şirin su da bizim bədənimizdə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilərdi. Məsələn, su şirin olduğu vaxt biz yediyimiz yeməyin də dadını tam olaraq anlaya bilməzdik. Əslində, bu da nədir? Suyun o incə nüansı da Allah Taala'ya işarə etməkdədir eyni zamanda. Məsələn, deyir, insan beyninə baxdığımız zaman, insan beynində 86 milyard hüceyrə vardır. 86 milyard sinir hüceyrəsi vardır. Görün, bu boyda sayısı çox olan hüceyrələr heç biri bir-birinə qarışmadan mükəmməl şəkildə orada iş görürlər və insanın düşünməsini, qavramasını da təmin etmiş olurlar. Yəni, bu mənada onunla biz misal verə bilərik. Məsələn, biz burada insan bədəninə baxdığımız zaman, insanın gözü gündə bəlkə də 1000 dəfə yumulub açılır, ürəyi 100 min dəfə yaxın döyünmüş olur. Daha sonra nəfəs almasıdır. Bunlar da yüzlərlə, minlərlə dəfə insan bir gün ərzində nəfəs alır. Yəni, insan bədəninin bu cür kamil şəkildə işləməsi, insan bədənində bu proseslərin baş verərkən hamısının bir nizam içərisində getməsi də bizə həqiqətən Allah Taala'ya aparıb çıxarır ki, Uca Rəbbimiz bizi ən gözəl şəkildə yaratmışdır və ən gözəl şəkildə bizi də yaşamımızı davam etdirmək üçün bizi bu cür fəaliyyətlərlə təmin etməkdədir. Ona görə Allah Taala'ya dua edək ki, Uca Rəbbimiz hər birimizi bu gözəlliklərə, bu mükəmməlliyə baxaraq özünü tanıya bilməyimizi nəsib eləsin. Allah Taala bu həyatda baş verən hadisələrdən dərs çıxararaq imanımızı daha da artırmağı və bu iman artması nəticəsində ibadətlərimizi də çoxaltmağı hər birimizə ikram eləsin. Və selamun aləl mürsəlin.